Salam aleykum, axşamınız xeyir olsun. İnşallah gəlmişim marketə, bazarlığımız eləyirik. 2 kilo kartoşka, 2 kilo soğan aldıq. Allah hamının ruzusundan bərəkət versin. Çəkiliş eləməkdə məqsədim odur ki, yəni ki, görsünlər. 2 dənə duru yağdır, bitirilik. 2 dənə çaydır. 2 ədəd icaz toyuqlarıdır, kilo. 2 ədəd qreçkadır, kilo. 2 ədəd qəndli, kilo. 2 ədəd pesokdur, kilo. Ərzaqlarımız bundan ibarətdir inşallah ki. Attığımız puldan da bilirsiniz ki, 25 manat qardaşa göndərmişəm. Özü uzaqda olduğuna görə ki, 25 manatlıq produkt aldı. 34 manat da bu bizim ərzağımızın pulu tutdu. Bu ərzağın bir paketini elə marketin çıxanda bir ehtiyaclı bir xanım var idi. Uşağı ilə durmuşdu, onu əhsan elədik, gördüyünüz kimi. 34 manat tutdu. 34 manat o, 25 manat da o 59 manat. 74 manatdan 59 manatın çıxanda yerdə qalır 15 manatı. 15 manatı da inşallah ki, sabah işləyən birisi gün birinə də bir paket alıb verəcəyim. Gördüyünüz bu paketi də elə yolda bir invalid əmi qarşımıza çıxdı bizim. Ona ehsan elədik. Çox razılıq elədi. Bax qardaş, yağdır, saydır, toyuqdur, qənddir, pesokdur, kartuşkadır, soğandır. Kimlər iştirak edib Allah Allah köməyiniz olsun. halal xoşun olsun.